gün mən danışmaq istəyirəm sadə cümlənin şəxsə görə növlərindən. Sadə cümlənin şəxsə görə növləri mübtəda əsasında formalaşan və xəbər əsasında formalaşan cümlələr olaraq iki qrupa bölünür. Mübtəda əsasında formalaşan cümlələr adlıq cümlələr hesab olunur. Xəbər əsasında formalaşan cümlələr isə müəyyən şəxsi cümlələr, qeyri-müəyyən şəxsi cümlələr, ümumi və şəxsiz cümlələr olaraq qruplara bölünür. Gəlin ən sadə üsulla mən sizə bu cümlələri izah edeyim. Deməli, birinci danışaq müəyyən şəxsi cümlədən. Adından da göründüyü kimi, müəyyən şəxsli cümlələrdə mübtəda bəlli olur. Və mübtəda bəlli olmasa, şəxs sonluğuna əsasən, xəbərli şəkilçisinə əsasən mən mübtədanı asanlıqla tapa bilərəm. Yəni, mübtəda bütün şəxslərdə olur. Xəbər, ismi xəbərdə ola bilər, feili xəbərdə ola bilər. Əsas odur ki, mübtədən bəlli olsun. Məsəl üçün, deyirəm, biz kəndə gedirik. Nə edirik? Gedirik. Kim? Biz. Bax, mübtədə bəllidir. Və yaxud da, sabah sizinlə gedərəm. Belə baxanda cümlədə mübtəda bəlli deyil. Amma mən əm şəxs sonluğuna əsasən müəyyənləşdirirəm ki, cümlənin mübtədəsi məndir. Deməli, bu cümlə müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümlələr quruluşca müxtəsər də ola bilər, geniş də ola bilər. Müxtəsər cümlələrdə ikinci dərəcəli üzvlər iştirak etmir, geniş cümlələrdə isə ikinci dərəcəli üzvlər iştirak edə bilər. Qısa konkret bu. Mübtəda bəllidir. Mübtəda olmasa belə xəbər əsasında mübtədəni bərpa edə bilərəm. Sonra keçirəm qeyri-müəyyən şəxsi cümlələrdə. Qeyri-müəyyən şəxsi cümlələrdə hərəkət və ya hökm qeyri-müəyyən şəxsə aid olduğunu bildirir. Mübtədəsi olmur və xəbəri üçüncü şəxsin cəmində olur. Üçüncü şəxsin cəmində olur. Həmçinin bu tipli cümlələrdə elə bil ki, güya, sanki, deyəsən, güya ki tipli modal sözlərdən istifadə oluna bilər. Qeyri-müəyyən şəxsi cümlələrdə işi qeyri-müəyyən qrup görür. Məsəl üçün, deyirəm ki, yarış keçirdilər. Baxın, üçüncü şəxsin cəmindədir. Deməli, yarışı müəyyən bir qrup keçirib də qeyri-müəyyən şəxsi cümlədir. Elə bil onu yuxudan oyatdılar. Qeyri-müəyyən şəxsi cümlə kimi hesab olunur. Sonra keçirəm ümumi şəxsi cümlələrə. Ümumi şəxsi cümlələrdə adından da göründüyü kimi xəbər hamıya aid olur. Ümumidir. Hərəkət və ya hökm hamıya aid olduğunu bildirir. Ümumi şəxsi cümlələrdə xəbər üçüncü şəxsin cəmində olur. Üçüncü şəxsin cəmində və yaxud da ikinci şəxsin təkində ola bilər xəbər. Üçüncü şəxsin cəmində, ikinci şəxsin təkində ola bilər. Ən çox atalar sözləri, məsələlər, aforizmlərlə işlənə bilər, amma təbii ki, bütün atalar sözləri, bütün məsələlər ümumi şəxsi cümlə olur, xeyr. Əgər həmin atalar sözündə mübtəda varsa, mən onu müəyyən şəxsi cümlə kimi götürməliyəm. Sonra, bəs yaxşı, bayaqları dedik ki, ümumi şəxsi cümlələrdə də xəbər üçüncü şəxsdədir. Həmçinin qeyri-müəyyən şəxsi cümlələrdə də xəbər üçüncü şəxsdə olur. Bəs bunu necə fərqləndirim? Yadımızda saxlayaq ki, ümumi şəxsi cümlələrin tərkibində hərəkət, hökm ümumidir. Qeyri-müəyyəndə isə qeyri-müəyyən bir qrup görür bu işi. Məsələn, deyirəm, cücəni payızda sayarlar. Cücəni payızda sayarlar. Baxın, bu hamıya aiddir. Amma bir də var, deyirəm ki, məsələn, bir dənə cümlə desəm, məktəbdə yığıncaq keçirmişdilər. Day cümləni yazmıram. Keçirmişdilər. Baxın, müəyyən bir qrup görüb də, bu hamıya aid deyil, bütün məktəbdə aid deyil, bir məktəbdə tədbir ola bilər, o bir məktəbdə olmaya bilər. Məktəbdə tədbir keçirmişdilər, yığıncaq keçirmişdilər. Bu nədir? Qeyri-müəyyən şəxsə aid. Deməli, hər gördüyüm larlər ümumi deyil, hər gördüyüm larlər qeyri-müəyyən deyil. Məzmununda, ümuminin məzmununda, əgər cümlənin məzmununda ümumilik varsa, ümumi şəxsi cümləyə aiddir. Müəyyən bir qrup işi görürsə, qeyri-müəyyən şəxsi cümlələrə aiddir. Aha, bir dənə də məqam var, dostlar. Amma bəzən elə larlər şəkilçili, xəbər larlərdə ola bilər, amma mən həmin cümləni nə qeyri-müəyyən götürərəm, nə də ümumi götürərəm. Niyə? Çünki həmin cümlə müəyyən şəxsi də ola bilər. Məsələn, deyirəm ki, onlar sabah bizə gələcəklər. Baxın, burada larlər var.
Amma mən bunu nə edəcəklər, gələcəklər? Kim onlar? Müəyyən şəxsi götürürəm. Çünki cümlənin mübtədəsi bəllidir. Mən onun mübtədəsini asanlıqla çıxarda bildim üzə. Deməli, larləri biz 3 cümlədə görə bilərik. Müəyyəndə də görə bilərik, qeyri-müəyyəndə də görə bilərik, ümumidə də görərik. Müəyyəndə cümlənin konkret mübtədəsini çıxarda bilirəmsə, ortaya müəyyəndir. Cümlədə müəyyən bir qrup görürsə işi, qrup məzmunu varsa qeyri-müəyyəndir. Ümumidə isə hamıya aiddirsə fikir, ümumi şəxsi cümləyə aiddir. Sonra keçirəm şəxsiz cümlələrə. Şəxsiz cümlələrdə isə adından da göründüyü kimi mübtədəsi yoxdur, təsəvvür olunması da qeyri-mümkündür. Mübtədəsi yoxdur və təsəvvür etmək də alınmır. Şəxsiz cümlələrin xəbəri, deməli, xəbər ola bilər üçüncü şəxsin təkində. Üçüncü şəxsin təkində frazeoloji birləşmələrlə də ifadə oluna bilər. Həmçinin də ismi və feili xəbər ola bilər şəxsiz cümlələrdə. Məsələn, deyirəm səhərdir. Baxın, ismi xəbərli. Gecdir, tezdir, indidir, bu tipli. Və yaxud da deyə bilərəm ki, müəllimin, məsələn, onun cavabından xoşum gəldi. Xoşum gəldi. Baxın, şəxsiz cümlələrə aiddir. Sonra deyə bilərəm, dəniz sahilində, məsəl üçün, tez-tez suitilərə təsadüf edilir. Bax, bu tipli cümlələr şəxsiz cümlələr hesab olunur. Sonra keçirəm adlıq cümlələrə. Adlıq cümlələrdə isə, deməli, xəbər yoxdur. Amma mübtədə əsasında formalaşır və digər cümlə üzvləri də, yəni təyindir, tamamlıqdır, bunlar iştirak eləyə bilər. Ən çox bədi əsərlərdə biz adlıq cümlələrə rast gələ bilərik. O bədi əsərləri oxuyanda görürsünüz, deyir məsələn 1955-ci il tutalım Bakı şəhəri, soyuq bir qış gecəsi. Baxın, bu adlıq cümlə hesab olunur. Ən çox bədi əsərlərdə özünü göstərir. Müxtəsər də ola bilər, geniş də ola bilər. Müxtəsər olarsa ancaq mübtədədən ibarətdir. Geniş olarsa, yəni digər ikinci dərəcəli üzvlər də iştirak edə bilər. Belə.